Vərəsəliklə bağlı belə bir maraqlı və vacib sual vermişlər. Onu qeyd edim ki, bu sualın cavabı hər birimiz, həm sizin, həm mənim, hamımız üçün faydalı ola bilər. Ona görə bu videonu axıra qədər izləyin, videonu yaddaşa salın və digər şəxslərə paylaşım edin. Bir nəfər sual verir ki, vəsiyyətnaməni etibarnamə əsasında vəsiyyət etmək olar yoxsa yox? Onu qeyd etmək istərdim ki, mülki məcəllənin 1186-cı maddəsində qeyd edilmişdir ki, vəsiyyət edən şəxs vəsiyyətnaməni özü yazıb, özü imzalamalıdır. Bununla bağlı belə bir nəticəyə gəlirik ki, etibarnamə əsasında vəsiyyətnaməni digər şəxsə vermək mümkün deyil. Əgər vərəsəlik problemləriniz varsa, vərəsəlik işi üzrə hər hansı bir başa düşmədiyiniz məqamlar varsa, hüquqi xidmət göstərilməsi üçün şərh bölməsinə yazmaqla müraciət edə bilərsiniz. Onu da unutmayın ki, qanun var və icra olunur.